Süfrəmizə gələn yağ məhsulları ilə bağlı ciddi xəbərdarlıq var. Azərbaycana idxal olunan bir sıra yağ və margarin partiyalarında uyğunsuzluqlar, hətta emal çirkləndiricisi aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyi isə həmin məhsulların dövriyyəsinin qarşısını alıb və istehsalçıların məhsullarının ölkə idxalına müvəqqəti məhdudiyyət qoyub. Hansı məhsullardan söhbət gedir və hansı tədbirlər görülüb? Bu barədə isə təqdim edəcəyimiz növbəti materialda. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan yağ məhsulu partiyalarında uyğunsuzluqlar aşkar edilib. Belə ki, aparılan müayinə nəticəsində Qazaxıstanın Euroregion Foods müəssisəsinə məxsus 82,5% yağlılıqlı Stanichnoye Asoboya əmtəyə nişanlı qarışıq bitki yağında, Rusiyanın Jiravoy kombinat müəssisəsinə məxsus Tot Samый Vkusi aromat əmtəyə nişanlı margarin, 82,5% yağlılıqlı Maslyona, Rasiyanka tradisionluye əmtəyə nişanlı qarışıq bitki tərkibli yağlarda, o cümlədən Şedroye Leta əmtəyə nişanlı bitki tərkibli yağda müxtəlif göstəricilər üzrə uyğunsuzluqlar aşkar edilib. Həmçinin Rusiyanın Pişeviye ingrediyenti müəssisəsinə məxsus Masla Palmoviye əmtəyə nişanlı palma yağı və Oil Prime əmtəyə nişanlı qarışıq bitki yağında emal çirkləndiricisi aşkarlanıb deyə məlumatda qeyd olunub. Bildirilib ki, aparılan nəzarət tədbirlərinin nəticəsinə əsasən qeyd olunan istehsalçı müəssisələrin məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib və məsələ ilə bağlı həmin ölkələrin qida təhlükəsizliyi sahəsi üzrə səlahiyyətli qurumlarına rəsmi bildirişlər göndərilib. Məhsulların dövriyyəsinin qarşısı alınıb, hazırda qanuna müvafiq digər tədbirlər həyata keçirilməkdədir deyə məlumatda qeyd olunub.